Salamlayıram edirəm sizi. Çox sağ olun dəvətiniz üçün. Bu gün yenə bir aradayıq. Həmişə olduğu kimi hər il yekunda yenə deyərlər ümumi Bakı quşbazlığından, keçdiyimiz yarışlardan, gördüklərimizdən, görmək istədiklərimizdən fikirlərimizi bölüşürük. Sizin də həqiqətən böyük bir kütlə izləyir, tamaşaçılarımızın yəni böyük bir istəyini nəzərə alaraq sizinlə bir balaca da olsun bir rolik hazırlamaq istədik. Əvvəla salamlayıram hamınızı. Edəm mənim sualımıza keçmək. Birinci xoş gəlmişsiniz. Sağ olun, çox sağ olun. Sağ olun. Allah canınızı sağ eləsin. İstərdim birinci sualım belədir ki, sizə nəticə etibarilə Bakı quşunun, yerli quşlarımızın inkişafında da dünəni, bu günü, bir də sabahın necə qiymətləndirirsiniz? Dünən əvvəl nə olubdu, bu gün var, ya da sabah nə ola bilər? Bir geniş planda bir xırda bir məzmunla bizə izah edərdiniz. Nə deyirəm, bizim fikirlərimiz fərqlidir. Mən quşbazları deyəm ümumiyyətlə də. Amma mən neçə illərdir indi siz də gəlirsiniz, xoş gəlmişsiniz yenə də. Sağ olun, çox sağ olun. Xaricdən gələnlər olur, Almaniyadan gələn olanlar var. Amerikadan o gün gəlmişdilər, apardılar yumurtalarını, özəl belə hazırlanmış qutuda inkubator kimi gəldilər, apardılar. Fikirlərimiz dəyişikdir bizim. Mənim üçün, yenə deyirəm, o 5 dənə göstərici var quşların arasında. Mənim üçün quşbazlığın ən yüksək, quşbazlıq deyək və göyərçin sevənlidir. Ən yüksək zirvəsi o 5 göstəricinin bir quşda olmasıdır. Mən ona doğru gedirəm. Deyəmərəm ki, mən tamamilə qarşımda qoyduğum bütün vəzifələri, məqsədləri yəni bu gün üçün yetirmişəm. Pozitiv olan, yəni negativ olan nədir sizcə bu göyərçin saxlamaqda, cəmiyyədə, quşbazlıqda belə desək? Yəni negativ olan nədir, pozitiv olan nədir? Məsələn, dünən nə var idi, bu gün nə yoxdur? Sabah nə olsa daha yaxşı olar? Yəni nələr? Sabah mən deyirəm sizə, məsələn, mən görürəm ki, əsas diqqət bu gün ancaq və ancaq uçuşuna və saatına. Uçuş başqa şeydir, saat başqa şeydir. Ən çox saatına diqqət edirlər, uçuşuna baxmırlar. Və uçuşu da olur, amma məsələn yerliyinə baxmırlar. Mənim üçün yerli böyük şeydir. Kim üçünsə bu vacib deyil. Amma mənim üçün quşun yerliyi olmadı, mən o quşu saxlamıram. Quşlarımız oynağın demək olar ki. O oynağı itiriblər. Çünki o oynaqla 12 saat uçan quş olmaz. Deyirəm, yenə deyirəm sizə. O quş ki, yuxarıdan gəlir 11 saatla, əgər siz də hətta eşidirəm, deyirsiniz ki, bu hələ oynayır. O quş o saatı uçmuyor. Mənə elə gəlir, yenə deyirəm. Çünki mənim fikrim öz fikrimdir mənim. Çünki əgər o quşlar, o dediyiniz köhnə gözümün qabağında deyil mənim. Onlar vura-vura gedirlər yuxarı, gələndə də vura-vura gəlir. 6 saat, 5 saat, 4 saat uçurdular o quşlar. Bir də oynamaq yoxdur. O gəlir oynayır, məsələn, gəlir 11 saat gəlsə bir dənə oynayır. Oynayır 11 saatla gələn quş. Mən də məsələn deyim də, o çox saatla gələn quş axıb gəlir. Axırda gəlib düşməmişdən əvvəl bir dənə fırlanar, səssiz, düşər yerə. Boş oynayır. Düşər yerə, o da ki, ölü qalır yerdə, əlinə gəlib tuta bilərsən. 7 saatlıq, 6 saatlı gəlirlər normal. Amma o ki, ən yüksək saatı uçub, hava saxlayıb onu, gəlib düşəndə o maksimum götürür və ya bir dənə fırlanır. Aydı yansın, Ruslar deyişkən switchə versin, oynasın, gəlsin uçsun. O quş uçmuyor. Ölü gəlib yapışırlar yerə. O quşun, o oynaqları itirmişik biz. O quş ki gəlirdi yuxarıdan, qanatları qanın içində, o quşlar yoxdur. Mənim ağdüyüşlərimin içində konkret bir quş var. Ləqəbi də mən çəkəcəm demişim, keçər idi. O quş yuxarı gedir, sonra adamın yazısı gəldi, onu çutmurdu. Çünki yuxarıda da eşilirdin sonunun səsini. İndi bu səslər çoxdur, maşınlar çoxdur mənim. O yuxarıda oynayanda səsi gəldi quşun. Onlar yoxdur məsələn. Sonra o kişilərdə olan yerliklər, yenə deyirəm 13-12, enli quyruq, az quyruq və ya düz quyruq fərq eləmir. Yerliyi olmalıdır quşun. Elə 12 tük var ki, adamın gözünü ayıran, çəkəmirsən gözünü ondan. Qəşəngdir, çox gözəl quşdur.
Ama bir de var ki hiçbir şey, ne yeriği var, ne rengi var. Ayağında bir tarafta tük çıkıp, o bir tarafta tük çıkmaz. Bunları tek uçsun benim için. O adamlar azalmalıdır. Azalırlar büyümeli gəlir ki. Əsas gələcəyə gəlince elə adamlar azalmalıdır. Bütün xüsusiyyətlərini saxlamaq şərti ilə eyni zamanda yeri, axırıncı rəngidir. Düzdür. Axırıncı yerdə rəngidir. Amma rəngdən əvvəl yerliyi, quşun yerliyi olmalıdır. Göz, uçuş, saat, yerlik, rəng. Bunları baxmalısan, bunu görməlisən. Mən niyə uçurduram hər il 300-dən, 400-dən? Uçurmasam bilməyəcəm nədir. Amma gedirlər, yaxşı, dalı gəlir, atırıq, uçurduruq, görür. İndi görərsin. Küləklərini gözləyir, hələ uçurdacaq. Bu il qışın axını necə uçurdacaq? Külək tutar, bir dənə tutacaq, iki dənə tutacaq. Özü bu il külək də tez gəldi. Ona görə gələcəyi mən görürəm ki, daha çox quş göyərçin sevənlər olsunlar ki, o bütün o rəhmətliklərin, o tanınmış quş həvəskarlarına və Azərbaycanda Bakı quşunu məşhur edən insanların tövsiyə etdiyi o göstəricilərə nail olmaq və onları saxlamaq. Mən deyirəm, mənim üçün, mən həyatımda elə olub ki, məsələn, bir gün də quş var, saatını demirəm, onu mən saxlamayacağım. Heyfim də gəlir verim, göstərərəm bir gün sizə, çıkmaya, heç nəyə yoxdur. Amma çox uçurma, onu neyinləyəcəm? Bir də indi vurarıq erkəklə, düzələrsə, belki gördüm bala attı, çünki cinsində var. Ona görə gələcək deyirəm ki, əsas odur ki, daha çox diqqət etmək, bu göstəricilərə nail olmaq, onda deyə bilərsiniz ki, bəli, budur. Bakı quşu budur. Bakı quşunun içində beləsi də var, beləsi də var, beləsi də var, amma hamısı Bakı quşudur. Bakı quşunun, belə deyim də, tarixi şəkillərdən, kinolardan, ondan sonra bizə gələn əlyazmalardan, 80-ci illərin əvvəli vaxtlarında Rus kitablarından Bakı quşu haqqında məlumat verir. Biz yəni bugünkü gün tarixi olaraq, yəni bugün əlimizdə olan dəlillər, sübutlar bu qədərdir. Amma siz yaşlı nəsil olaraq bundan əvvəlki illərdə, məsələn deyək, 70-ci illərdə, 60-cı illərin sonlarında Bakı quşunun hansı profildə, hansı skelet quruşunda, çılpaq, badam və yaxud bir neçə cins olduğunu mən elə bilirəm ki, xatırlayarsınız da sizin gənclik vaxtlarınıza düşsə. İstərdim bu barədə məlumat verəsiniz. Çünki bu bir mənalı deyildi. Bakı quşu deyəndə belə bir deyim yaranıb son vaxtlar ki, bu klassik, balaca xırda quşdur. Mən də bunun olduğuna inanmıram. Çünki biz bu quşlar bizə nə qədər də olsa bizim 70 il, 80 il Azərbaycan tarixində biz Botsovetdən qırağa çıxa bilməmişik də. Bu quşlar elə bizim özümüzdə olub. Mən belə başa düşürüm ki, xarici quşlar bizə 90-cı ilin əvvəllərindən sonra yollar açıldı, başladı Türkiyədən quşlar gəlməyə, başladı Avropadan quşlar gəlməyə, nə bilim Pakistandan quşlar gəlməyə, Suriyadan quşlar gəlməyə və s. və ilaxır quşlarımızda biraz korlanma bu 90-dan biraz bu tərəfə gəlib düşür. İstədim mübadilə. Birincisi mən gözümlə gördüklərimi deyirəm. Mən görmüşəm, gözümdən icad eləməmişəm ki, eni quyruqları və ya açıq quyruqları, ayağı hündür quşları. Mən onları gözümlə görmüşəm və dəfələrcə o cümlədən sizinlə də keçən dəfə görüşəndə mən o adamların adlarını təkrar eləmək istəmirəm. Hətta o sizin yaydığınız videoda komentariyalar var ki, filan kəs ki, mən gözümlə görmüşəm 50-ci illərdə büyünə qədər də eni quyruqlar saxlayır. O deyənlər ki, bu quşlar Bakı quşu deyir, onlardan soruşmaq lazımdır ki, sən nəyi əsas götürərək deyirsən ki, Bakı quşu deyir. Mən deyirəm, mən də bəlkə heç quş saxlamayacaqdım bəlkə və ya saxlasaydım da başqa bir şey saxladım. Mən Allahın istədiyi oydu ki, bizim o bağımız, mən böyüdüyüm məhəllədə 3 dənə məşhur quşbaz vardı. Üçü də eni quyruq saxlayır. Yenə deyirəm, birisi bir gün eyni şeyləri təkrar eləmək istəmirəm. Eni quyruqla çox quyruq başqa şeydir. Ayrı-ayrıdır. Quşun açmağı var. Çox quyruq, az quyruq, enli quyruq, açıq quyruq başqa-başqa şeylərdir. İndi hamısından düşür əziz enli quyruq qutardı getirdiler. Enli quyruğu enli olan idi. Quyruğunda tükünün eni olandı. Çok quyruq sayına göreydi. Az quyruq sayına göreydi. Bir de açıq quyruq vardı. Balıq quyruq vardı. Açıq quyruq yani quyruğunu açıq saxlayırdı. 14 de ola bilərdi, 13 de ola bilərdi.
Amma quyruğunu açıq saxlayırdı. O quşlar mən deyirəm, yəni təkrar etmək, oğlu sağdır ki, soruşa bilərlər. Geçdi Ərəbəlinin oğlanlarını tapsınlar. 13 quyruq, vereyli quşlar, enli quyruq, açıq quyruq, enli quyruq quşlar idi. Deyirəm, gözümün qabağındadır. Mən onları özümdən neçənci illərdir o. O zaman nə Pakistandan quş gəlirdi, nə İrandan quş gəlirdi, heç bir yerdən quş gəlmir. 67-ci il, 65-ci il. Mən bu illərdən danışıram. Sonra o olmasın, bu olsun filmini de yadınıza salmıştım. Evet. Bakın orada o Kərozun etrafında olan leleyli kuşlara. Leleyli çok idi Bakıda. Dügüş az idi. Dolaq çok idi. Badam lelek dolaq. Sonra çıktı. En çok uçan dolaqdı. Dolaqlardan dügüşləri yarattılar. En çok olan kuş dolaq idi. Xırda lelek deyirlər, olurdu. Lap badam lelek olurdu. Sonra geldi o açıldı. Sonra qabaq şeyler geldi. O vaxt yok idi onlar. Leleyi qabağı olan kuşu saxlamazdılar. Heç var. Bunların hamısını demişik, tekrar edilir. İndi eşidən eşidib, eşitməyən ya eşitmək istəmir ya da ki işinə gəlmir də yəqin ki də. Amma siz məni həmişə və indi də təkrar edirəm ki, səndə oldu ki, deyirlər ki, yox bu Bakı quşu deyir. Mən bilirəm ki, Bakı quşu deyir. Sən hardan bilirsən Bakı quşu deyir? Ben yedim o illerden danışıyorum ki etrafta öyle kuşlar yok idi. Bakı'daydı burada. Ha. Bakı şehrinde belki Yasamal'da hiç bilmediler ki kuyruk mevcuttu. Ben burada var idi. Ben onların hikayelerini bilirim, tekrar etmek istemiyorum. Nece tapıblar, nece düzeltiblər. Bu zona kendinde ümumiyyətlə olan insanlar böyük tövbe veriblər bu cinsin artırılmasına, yaradılmasına değil mi? Artırılmasına bile. Çünkü yine diyorum o kuş bir de tekrar edeyim demişim. Dediğim sayende kuyruk o 10 saatten yukarı uçan oynayan kuş o hiç yerden gelmiyor. Onu kürek getirmeye bakmıyor. Ben kim söyledi bile. Kiminse kuşuydu da. Gelip düşüp balı olarak. Bir de o vaxt insana bu qədər bir-birinə sıx münasibətli deyil mi? Münasibətten başka komünikasyon yok idi. Mesela bugün bakırlar videonu siz çekirsiniz. Oradan video gelir. İran'dan bakırıq. Filan yerden bakırıq. Şeyler çok daralı. Bu vaxt kimse saxlayırdı həyətində. Bilirlər ki, filan kəs kuşbazdır. Həyətinə gedən bir nəfər girdi, 2 nəfər girdi. Yani nəslində də hiç saxlayan olmadı, onları battı getdi. Battı getdi yani dağıldı getdi də. Ben bunu özüme göre saklamıram yani. Mən nə qədər çox deyirlər ki, Bakı kuşu deyil. Bir o qədər məni hirsləndirirlər, belki çoktan söhbətləri gitmişdim var. Komentleri yani çok onluk böyle yani yazılmıyor bak. Yox, mən kommentlərə diqqət eləmirəm. Mən əsas deyirəm ki, adamlar gelsinler bir fikre gelip çatsınlar, bir metreye gelip çatsınlar ki bu Bakı kuşudur. O pisliğin adamı hospitalekiler yakın. Hadi pislesin ne kadar istiyor. Ondan ne kadar yakışım geçsin o yine pisliğin. Ne kadar istiyor pislesin. Pislemeyden de öyle ben onun kuşunu pislemirəm ki. Ben demiyorum ki Allah şey versin. Ama öyle bir metrebe gelip çıkardılar ki 12 kuş hamısı uçur. Yok. Kedim de bu yıl burada uçurdan olmadı etrafta. Bu yıl bu kuş uçurdan görmedim. Ama kimin heyetine girse kuş var. Evet. Kuşu niye saklıyorsunuz onu böyle? Hə. Uçurdun zövq alanda. Uçurdun zövq alanda. Her bir kuşun yaxşısı da var, zayıfı da var. Elbette. Ona göre geleceği deyince genellemek lazım. Şimdi bu bize gel seleksiyeden söhbət ediriksə, seleksiya göre bu işi devam etmeye var. Bir veren saat saklıysan başlamamışsan 14 gün saklıysan. Düşürdünsən sənin qanun edeyim. Sakla necə istəyirsən də. Yox, əgər sən seleksiyona məşğulsansa və kuşlarımız artıq tanınır. Haradasa adı çıxır. Özdəki biz vaxtında hərəkət eləməsəydik, inandırım sizə bir gün ermənilər deyəcəklər kuşlar bizi kuşlar. Çünki yaramazın bizdeki Salyans kazarmı mən getirmişəm. Birinci o kuşları saxlamışam, Bakıya dağıtmışam. Yani o hərəkət başladı, yaxşı bir hərəkət başladı. Səslərini kəsiblər. Təbliğat getdi, səslərini kəsiblər. İndi o narazılıq edən var, bir ikisi var, baxıram narazıya da baxıram. Getdim Bakıdan aldım, mənə 10 saat düşəcək, uçmur məndən. O adamına baxır da. Heydər müəllim, quşun uçurmağından da çox şey asıldı. Quşun törətməyi, hamısı bir yana, onun təlimindən də çox şey asıldı.
Adam var ki verərsən ona heç uçurda bilməz o kuşu. Amma Var ha. rejimi var, təlimi var, onlara şərtdir birdən-birə. Yox, o da var. Havadan da asılıdır. Hava öz yeri. Havadan tutduğu, xasiyyətindən də asılıdır quşu. Məndə də quşlar var. Elə bir şey var, bala vaxtından uçur. Eləsi var ki, keçən il heç uçmamışdı. Yerinə görə saxladı. Bu il uçurtdu uçdu. Düşür təsiri. Ya bilmirsən, görürsən tüləyə düşür. Bəlkə canı ağrıyır. Bu işlə məşğul olmaq lazımdır. Daimi olaraq məşğul olmaq lazımdır. O kiməsə veriblər, gedib, uçurdub, uçmayıb. O da doğrudan da ola bilər. Elə quş var ki, hər gün qovmalısın. Məsələn, mən həmişə demişəm ki, ağbaşları götürün. Demişəm, oynağa düşəndə saxlamayın. Hava nə olur olsun uçur. Bir gün qaldı, başlayacaq gizləməyə. Yəni, gizləyə, bax, ağbaşlarda məndə var. Oynaqdan çıxamayacaq, küləyə ver onu, ki, canı çıxsın. Amma o ki, sən bir gün uçurtmadın onu ki, küləyə deyə və 2 gün qaldı, çıxartsa tap-tap düşəcək dama. Tap-tap düşəcək dama. Sonra deyəcəklər, uçmur. O, sən ondan sonra küləyə ver, oynağın geçsin, sonra yuxarıda axır. Belə baxmaya, belə baxmaya. Ömrünüzün demək olaraq böyük bir qismində bu quşlar olub da, nətə deyərlər, nəyi tam bacara bildiyinizi düşünürsünüz, ya da nəyi yarımçıq qaldığını düşünürsünüz bu sənətdə? Yəni, bununla... Mən deyəmərəm ki, tam olaraq öz quşlarım haqqında nə? Mən əlbəttə gördüyüm işi bir şey deyə bilərəm sizə dəqiq olaraq. Heç kim üçün eləməmişəm ki, ay desinlər ki, Heydər Babayevin quşları uçur. Mənə o lazım deyil. Mən özüm üçün eləmişəm, nə eləmişəm sizə. Mənə ləzzət verir. Mənə gətirəm, göstürdülər. Atıram, oraya uzanıram. Saat 9'un yarısı uçurdular. Gedirəm, baxıram, görüm kim necə uçur. Zanırım 1 saat yarım uçuram, mənim üçün hər şeydir. Təzyiqim də düşür aşağı, şəkərim də düşür aşağı, ləzzəti verir. Mən əgər bu işi eləsəydim ki, qoy düşünlər ki, Heydər Babayevin quşları belədir, elədir, mən hiçbir şey nail olmazdım. Amma bir nail olub və uçurdanlar sağ olsun siz gəldiniz ki, filan quş uçur, mənə ləzzət verir. Amma yenə deyirəm, mən onun üçün eləməmişim, o ləzzət üçün eləməmişim onu. Birinci növbədə eləmişəm ki, o kişilərin ki, hansılar ki onu saxlayıb da və düz eləmişəm. Onların zəhməti itməyib. bu günlərə gəlsin. Bunlar olmayacaqdı. Eni kimdə görmüşsünüz 10 il bunlarla? Çox dikçit idi. 15, 10 demirəm, 20 il bunlarla. Kim tutulma ola bilərdi kimdəsə. Belə törətsin yox. Bunlar indi qalıb. Bunlar yaxşıdır. Mən yenə deyirəm, başa düşürsünüz, heç kimi incitmək istəmirəm. Hər kəsin quşuna görə. Məsələn, mənim üçün belə yerli quş 5 saat uçsun, oynağını göstərsin, mənə bax belə bəs. Nişan rolu oynayır sizə bu quşun uçuşunda? Nişan axır, yox. Yəni ki, məsələn, deyək ki, budu qaralar var, xırda çətlər var. Yox, var, budu qaralar var, kekillər var. İndi belə ayparalar var, deyək ki. Var, onlar var. Onların uçuşu heç bir təsir, o çıxıb da. İndi çıxıb. Yəni, quş nişanla uçmur. Yox, quş nişanla uçmur. Varsa, elə şey yoxdur. Nəyə görə deyirəm? Dırnağı kəsir, quş yaxşı uçur. Nişana görə quşu kəsir, törədirlər, yəni birincisiz şəkildə, ona görə uçur. Yox, qəti şəkildə. Ona getmək var, nişanı qəşəng olsun. Sən bir adam göstərin ki, boynu girəyib, bütün quşlar boynu girək olsun və balları da çıxsın boynu girək olsun. O quşlar uçsunlar. Mümkündür. Boynu güldən çıxa bilər, boynu girək çıxa bilər. Evet. Onlar nadir şeylərdir. Ay, o yaxşı uçur, bundan yox. Mən ağbaşların rənginə görə bilirəm. Hansı rəng daha çox uçur? Deməyəcəm. Orada rəngi var onun. Niyə deməyəcəm? Tündüyü, açığı var. Deməyəcəm. Çünki sonra onu da gelib törədəcəklər, o da uçmayacaq sonra. Niyə deyim onu məsələn mən? Amma rənginə görə bilirəm. Hansı rəngdə olan ağbaş, qırmızı ağbaşlardan söyləyirəm. Daha çox uçur. Mən onların hətta figurasından bilirəm, çünki onların cinsində bir maya vardı. Mən sizə demişdim, onu Novxanadan götürmüşdüm. O mayanın yerliyi olan bala çıxdı, heç fikirləşmir. Və rəngi onu çəkdi, sardı getdi, uçacaq o bala. Çünki uçur, hamısı uçur. Amma o balalar başqa cür uçur. Sonra bunların içində bir tane çil maya vardı. Göyçil maya atmışdı, qarışdırmışdı. O mayanın yerliyinə çəkən
o da uçur. Ama renkli olan dedikleri de gec oynamak istiyorlar. Ha? Gec oynamak istiyorlar. Biraz öbürlerden gece oynağı uçurlar. Ve gizliler aşağıda çok uçurlar. 3 saat yarımadan aşağıda uçur. Sen deyirsən ki, bunu saxlamanın nə mənası var? Heç nə. Sonra bir gün gördün yoxdur. Böyləsin qaranlıqda gəlir. Oynağı götürür söktar diyor. Onlar o gizləmirlər, şey eləmirlər. Çox oynamırlar. Quşlar əsas törədəndə cins kimi də deyək ki, mühasisə bölmüsünüzdə yəqin ki, baxıram xırda nişanlar ayrıdır, çillər ayrıdır, əbrəşlər ayrıdır, badamlillər ayrıdır. Hansı keyfiyyətləri üstün götürüb olar, cüt vurursunuz da deyək ki, bir-birinə? Xarakterini, xasiyyətini, oyununu mu, yoxsa vidini mi? Yəni hansı kriteriyalara görə bir cüt vurub törədirsiniz? Bir də ki, cüt vurma prosesini sizin tapşırığınızla aparılır, yoxsa işçilər yanılır? Yox, mənim tapşırığım var. İşçilərin özlərinin də müəyyən zövqlərinə uyğun, məsələn, Turan indi kekillər törədir. Bizim öz kekillərimizdən buradan kekilini götürür, əbrəşlərin içindən kekilli çıxır, bir-birinə burada göstərirəm sizə. O kekilli vazdır. Amma mənim üçün əsas, çünki mən birinci növbədə etalon dediyimiz şey mənim üçün uçuşu, yeri, rəngi. Birinci ağlarda və xırda nişanlarda mən nail oldum, onu tapdım. Mən isə həmən o yeri əbrəşlərdə də istəyirəm, çillərdə də istəyirəm, qaralarda da istəyirəm. İndi bir dənə qaralar qalıb. Qaraların yerini düzəldəmirəm istədiyim kimi. Mən yerini düzəltmək üçün onları içinə məsələn qırmızı çilləri əbrəşlərlə qarışdırıram. Bir dənə əbrəş atırlar, onu atıram önderine. Bir dənə çil atırlar, başqa cür buru təvəccüh. Bilirəm ki, qırmızı əbrəşlərlə çilləri qarışdırıram. Qaralarla əbrəşləri qarışdırıram. Mütləq onları qarışdırmalıyım. Amma xırda nişanları, məsələn, ağlarla ağbaşları qarışdırıram. Qırmızı ağbaşları. Çəpə verirlər, çəp verirlər. Çəplər verirlər, qoşu çəplər verirlər. Onları qarışdırıram. Amma xırda nişanı, göy nişanla qara nişanı qarışdırmıram. Heç vaxt. Onu da demişəm. Məncə o qarışan şey deyil. Qırmızı, boz, onlar hamısı bir-birinə qarışa bilər. Göy nişan gərək ya göyçillərlə olmalıdır, ya da ki ağlarla, təmiz ağlarla olmalıdır. Uyğun gəlsin. Uyğun gəlsin. Mən elə bilirəm. Mənim üçün bu, mən yenə deyirəm, mənim icadım deyil, o kişilərdən işitdiyimdir, onları gördüyümdür, onların elədiyi şeyləri deyirəm. Qırmızı nişanla qara nişanı qarışdırmama. Belə şeylər var. Qarışdı, bir dənə belə atar et sənin üçün, amma Uyğunsuzluq var da. uyğunsuzdur. Nə mənası var? Bizim vaxtımız yox deyə bir başlayıb tutarır. Bir başlayıb tutarır. Əgər sən o düzgün yolla getməsən, sonra bir dənə şey üçün eləyə bilərsən, bir dənə quş götürərsən, hamısını yığar sonra nə verəcək? Qaraqora verəcək sənə, ağ qənət verəcək sənə. Neyini etsən? Getdi o. O vaxtımız yoxdur bizim elə şeylər. Uşaqlıqda eləmiyorlar. Hə. Bundan sonra üçün nə planlaşdırırsınız? Hansı yeni bir proyektiniz varmı? Bir də belə davamcı gördüyünüz sizin bu qoyacağınız bu miras deyirik buna. Böyük bir kütlə quş törətmişsiniz də bu quşlar ittifat olmamaq üçün. Yəni hansısa bir xəritə düzmüsünüz mü? Kimisə biz özünüz kimi gənc bir şey varmı? Nətər deyərlər, potensialı olan, bunu davam elətdirən. Mənim üçün ən böyük... Hazırda yəni sizin quşlardan saxlayanları tanıyıram, çoxlarını tanıyıram. Mən istəyirəm özünüz açıqlayasınız bir burada. Heç, mənim üçün ən böyük problem budur. Çünki nəsildə elə bir adam yoxdur ki, bu işi davam eləsin. Həqiqətən yoxdur. Nə qardaşlarımdan, nə nəvələrimdən, nə oğlum. Ona görə bir tərəfdən bəzən düşünürsən ki, indi hamımızın bir dənə yolu var da, yaş 68. Bu sabah deyək ki, açıq danışadı. Nə olacaq? Hə, dağıdacaq. Həcı Firuzun kimi. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Oğlu quşlara baxmır. Yaxşı oğlandır. Amma həvəskarı deyil də bu adamlar. Heç nə. O törətdiyi zəndə mən gedəcəm, yığacam bir 15 dənə, 20 dənə quş götürüb gələcəm, ayrıca saxlayacam, adı qalsın. Kişinin xatirəsi qalsın. Yəni. Amma belə ittifat olub gedəcək. Gözümün qabağında bütün mən o vaxt olmasaydım, gelib bir ikisindən tapmasaydım, həmən o adlarını çəkdiyim bir də təkrar eləmək istəmirəm. Məşhur
kuşlarından hiçbir şey kalmayacak. Eyni şey de mənimkində olacaq. Əgər nəsildə biri olsaydı, mən çox az adam tanıyıram. Məsələn, rəhmətli Sərpayi Qüdrəttin uşaqları saxlayırlar. Amma indi onun qədər gözəl quşları var, yoxdur, bəlkə ayrıca saxlayırlar. Nəsildə belə tanıdığım başqa adamlar, Qara Kamil rəhmətliyin binədə uşaqları olanlar deyəsən saxlayırlar. Saxlayırlar. Adı qalıb kişinin, Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Amma o biri tanıdıqlarım heç kim deyənmərəm ki, şey var da. Məsələn, indi benim Turan işləyir bizdə burada. Turan doğrudan xəstəsidir. Sağ olsun. Amma Turanın bunu bu qədər təsərrüfatı indi görəcəksiniz. Hələ o bizlər orada təsərrüfat saxlamaya nə maddi imkanı olacaq. Çünki burada bugün 3 nəfər işləyir. Məndən başqa. Mən işləmirəm deyək ki, mən baxıram sadəcə. 3 nəfər işləyir. Bunların maaşları var. Gündən günə bahalaşır. Tək buğda verə bilmirsən. Dərmanları. Dərmanları. Adam dərmanlarından. Dərmanları indi yalnızca zəyə vurdum. 60 quşluq doza, göyərçinli doza 75 manat. Çətindir. Əlbəttə. Yox, ona görə deyirəm, ürəyimin ağrısıdır. Çünki bilirəm ki, ittifat olacaq. Amma bu şəkildə ittifat olmayacaq. Kiməsə keçəcək, kimsə həvəskar yaranacaq. Saxla yaşayacaq əlbəttə. Allah ömrünüzə bərəkət versin. İnşallah mən elə başa düşürəm ki, bu quşların nə qədər ki, oyunu, uçuşu, vidi, fasonu, bu kütləni qane edirsə, mən elə bilir ki, 100 ildə yaşayacaq, daha da çox yaşaya bilər. Önəmli olan əsas odur ki, bunun yəni içindən seçib yaxşılarını, yaxşıdan da yaxşısını, yəni yaxşısına xidmət etmək, yaxşısını qulluq edəndən sonra mən elərim ki, bu ömür qalacaq. Qalsın, yenə deyirəm, mən yenə deyirəm, bu işi kiməsə baxaraq eləməmişəm və heç vaxt fikirləşməmişəm ki, məndən sonra qalacaq, qalmayacaq. Mən əlimdən gələni eləmişəm və davam edəcəm, nə qədər ki, imkanım var. Həm maddi, həm fiziki cəhətdən Allah mənə imkan verirsə bunu davam edəcəm. Baxmayaraq, nə deyirlər, desinlər. Ora bura. Onu mən bilirəm ki, eləyəcəm. Sonra nə olacaq, Allah'a qurban, özü bilir. Bir də son olaraq, istəyirəm çox vaxtınızı alın. Sonda sizi izləyənlərə, sizi ustanızı pərəstişkarlıq edən insanlara nə mesaj göndərmək istəyirsiniz buradan bizim vasitəmizlə? Onu da neyse, mən həmişə demişəm, uçurdum. Uçurdum. Ən gözəl olur. Uçurdum, baxın. Kəsib atmaqla bir şey olmur. Təşəkkürlər. Uçurdum, baxın, yoxlayın. Yenə deyirəm, başqa hiçbir şey. Can sağlığı olaraq, Allah imkan versinlər ki, Allah imkan yaratsın ki, onlar quşları saxlasınlar. Bu suab işdir ümumiyyətlə. Mən hesab edirəm. Bəli. Onların o rəhmətliklərin sözləri var. Mən demişəm, yenə təkrar edirəm. Bir var ki, heyvanı saxlayırsan müəyyən xeyrə görə, yumurtasını, ətini yiyirsən. Bir də var ki, saxlayırsan sadəcə şey üçün. O başqa şeydir, o başqa şeydir. Ona görə bu suab işdir mənə görə, eyni zamanda. Biz sonda Bakı Göyərçin klubu olaraq sizə bir xırda plaket hazırlamışıq. İcazə verirsə onu təqdim eləmək istəyirəm. Xəzər Zəhmət olması çətin. Heydər müəllim, bu sizin üçündür Bakı Göyərçin klubu olaraq. Çox sağ olun. Sağ olun. Bizdən xatirə saxlasaq sevinərik inşallah. İndi inşallah Amerikada da yayınlanacaq. Yaxından çəkəcəyim. Sizə görə. Sizi görmənizə şadıq. İnşallah Allah ömrünüzə bərəkət versin, səhədiniz. Allah şəfa versin. İnşallah Allah bundan gözəl İnşallah biz də sevinirik, gəlirik, söhbət edirik. Mən həmişə deyirəm ki, bu Allah sizin əziyyətinizin qarşılığını versin, əvəzini versin. Sağ olun, çox sağ olun. Çünki doğrudan da səhərin gözü açılmadan gedib həyətlərdə oturmaq, uçutmaq, gözləmək, istinin altında çəkmək, telefonla, eyni zamanda rus dilinə tərcümə eləmək. Sağ olun, sağ olun. Tərcümə edin. O böyük şeydir. Siz də eyni
vəzifəni Özü də bir istirahətdir də. Onun şey deyirəm, onun heç pulunu ala bilməzsən. Gelirsən. Mən onu eləyə bilməzdim. Xəstəysən Mən dincələ onu bilmirsən. eləyə bilməzdim. Mesela. Heç vaxt eləyə bilməzdim. Amma bunları götürüb heç vaxt eləyə bilməzdim onu. Siz onu eləyirsiniz. Sağ olun. Sağ ol, çox sağ ol. O böyük əziyyətdir. Bütün quşlarlardan var burada tutmaq üçün. Maşallah. Onlardan badamla çıxmaqdan çıxır yoxsa? Yox, ancaq çıxmasın. Badamlar burada var badamlar. Biri yaxşı göstərir ancaq, hələ biri saatını göstərir. Ondan qrafik olan bu. Dəhşət uçuyor. Bu da bir dənə etalon çöp. Nə deyə bilərsən Xəzər? Əla. Heydər müəllimin Allah can sağlığı versin, malına bərəkət versin inşallah. Qoşu çəpənə deyir. Göstərir hər şey var. Bunlar hamısı uçanlardan Samirdə. maşallah olsun. Qənətli quşlar. Qolubi Baku. Bakı quşları. Çox quyruqlar. Enli quyruqlar. Ortada özü. Nə deyə bilərsiniz? Super. Xoşunuza gəldi. Bunlar bizə yoxlanmışlar. Rauf əmi, siz nə deyə bilərsiniz? Maşallah olsun, çox gözəl. Görünür ki, əziyyət, böyük əziyyət var bu işlərin üstündə. İşləmək, həm də ki, bacarıq lazımdır da, bunları başa düşmək lazımdır, bilmək lazımdır. Quşdan baş çıxarmaq lazımdır. Bu qədər quşun elə-belə mümkün deyil. Baxmaq, gərək bunun dərindən bilməlisən bu quşları ki, ayıra biləsən, seçə biləsən, uçurda biləsən. Allah sizə can sağlığı versin, Rauf əmi. Yaxşı, sağ olun. Can sağlığı sizə Heydər arzulayıram. müəllimin böyük əziyyəti olub burada. Böyük əziyyəti olub. Əziyyətin də bəhrəsini çəkirdi, maşallah. Allah siz ağsaqqalları bizim başımızın üstündən əks eləməsin, Rauf əmi. Allah can sağlığı versin ki, bu işləri işıqlandırırsınız, gəzirsiniz, çəkirsiniz, çatdırırsınız cəmaata, bu quşbazlara, gənc quşbazlar görür, həvəslənir, ayrıca bu quşları saxlamaq lazımdır. Bu quşlar bizə əmanətdir. Biz bunları saxlamasaq, quşbazlar, bunlar qırılıb gedər hamısı. Ona görə də sizin də böyük əməyiniz var. Allah sizə can sağlığı versin. Daha da inkişaf edəcəksiniz. Çox sağ olsun diqqətinizə görə. Allah can sağlığı versin sizə. Çox sağ olsun. Sağ olun. Allah Heydər müəllimə can sağlığı versin. Onun simasında bütün ağsaqqallara can sağlığı versin. Malına, mülkünə bərəkət versin. Super Sami müəllim. Şey heyvanlar var ha burada. Maşallah olsun. Maşallah. Və zəhmət olmuş əziyyətini çəkir. Nə deyə bilirsən Sami müəllim sən baxıb da? Öz fikirləri bildirəsən zəhmət olmasa? Bakı Gəlçin klubunun hakimi olaraq dərin minnətdarlığımı bildirirəm Heydər müəllimə. Onun bizə olan dəstəyinə görə çox sağ ol deyirəm. Hər il bizə mənəvi dəstək verir. Sağ olsun, Allah malına, mülkünə bərəkət versin. Heydər müəllimin də canına can sağlığı versin. Çox sağ olsun. Çox sağ olsun. Böyle tezeler çok savanlar.
Var dedim hadi sonra formalaştırıcı erkek bana karıştırıcı. Böyle hamısına qanet verdim bütün qaraları. Uçsuz en çok saat göstereni atacağım ben. En çok saat göstereni böyle. Bu adam bal oldu. Ne yok bu tane. Ne qara quyruqlardır. Bunları birini de saklamak. Çünkü burası bizim gibi yerini tutar, özür söyleyeyim Quşxanlar da hamısı dəyişib, dizayn dəyişibdir. Bu arada astar yok. Maşallah. Yaxşı. Maya bax hələ, boyunkülü maya. Burada gelmedi ki ya. Ha, leleyler kim soruşturdu? Bir bak. Bir bak. Neçeydi? 10 milyon bunları birbirine. Vüqar bunları bir cüt ağ quyruqdan törədi. O buzovnada varmış, kuşlarım vardı, onları getirdim buraya. Bura deyəndə dayanır duran. Maşallah olsun. Göçül gozaldı ya burada. Göçül gozaldı. Gördün mü göçül? Türkan'dan gerekli de yere olan geçini karıştıralım. Bunlar kalkarlar ha. Quşxana sistemi əla olub, maşallah olsun. Çox qəşəng olub quşxana sistemləri. Super. Şimdi her yer kuştu da. Bəli, Her bəli. yer. Bunu kim soruşurdu leleyli çilleri? Ya qağaya çıxıb, ondan çıxıb orada. Burada çıkırlar. Dumağdı başlayır. Ve balanı var atır. Biraz kikir atır. Kalacak kalmıyor. Bunlar şəbəkələr də Evet. Sen yap. Mor ağbaşa var. Maşallah olsun. Onun tüyörəsi var. Onun duruşu var. Gəl deyə. Mənim mara başlayan mənim bu tərəfdən ikinci xanədən dördüncü quşa baxıyorum. Quyruğun rənginə baxıyorum. Əbreş kuyruğu sarını ise ha. Yox, əbrək. Əbreş kuyruğu ha. Sen əbreş kuyruğu al bakayım. Çək maya var. Ağbaşlar nağların karşılığı. Yəni bu maya bax, maşallah olsun ha. Ağ erkəyin çəkdə yuxarıda. Kamutu çek. Kamuta bak. Maşallah. O önünde kamuta var. O boynuzlu şeyin üstündekine bak. Məzun. Çək maya bax bir dənə.
Qoşu çəpi deyirsən. Bəli, bəli. Başının bax görürsən formasını. Həyatdır, həyat. Yılan başdır. Yuxarıda bir dənə İlan başda. bir dənə ayaqçı yoxdur. Bunlardan düşmə bax mən tərəfdən. Şimdi dördüncü bir dənə ayaqçı var. Başına baxan formasına. Bunlar necə törəndilər? Yığdıq burada yerli olmayan ağabaşları bizim xoşumuza gəldi. Apardı söktük şeyə, qresə. Həm bala aldı, həm bala aldı. Uçurtdu, bala aldı, uçurtdu, bala aldı, gəldi formaya çıxdı. Bu üçünlər burada içində var. İçində var, içində var. Tən ortada duran elə maşallah. İçində var, sarı nişan var. Ona da o şeydə o. O balaya baxsan, Şəkildə bax, kəmərli. Bala. Kəmərdə mor balığı var. Aileciydi ancaq ağbaş idi. Baş idi. Mən onu könlü çəkmişdim, tapıb atarım sizə. Buradan bir dənə bazarda tapmışsın. Onu bir dənə sol aşağı, onların uçmalarını, suallarını, bir içəri. Mor üstündə. Heyf ondan. Kimler seni balı alıp almıyor? Bax, quyruq çıxır var da. Dur ha, çıxır bu. Böyle de çıxır, bak böyle de verir. Buna bak, bunun yerine var. Balı verir. Bu inanmayacak. Niyə inanmıyorsun? Dur kəsmişləri. Götürdün orada. Yok orada değil, mayası da oradadır. Mayası da yanımıza geldi düştüyse. Bana verirler, tüm verirler. Tün verirlər. Tüm verirler. Onu ayıracağım, onu getireceğim. Onu geri vurarsan bak benim mayana. Açın ha. Açık mayana göçün versin sana. Bunu hala eksperiment edip böyle getireceğim onu.